Televiziya və radio məktəb olduğundan tamaşaçı efirdən təmiz, qüsursuz nitq eşitməlidir. Və insanların danışığına aparıcıların, jurnalistlərin təsiri çox böyükdür. Çünki onların danışığına əsaslanırlar danışanda. Və dediyim kimi, televiziya məktəb olduğundan jurnalistlər sanki pedaqoq rolunu icra edirlər. Tamaşaçıları, insanları düzgün danışmağa yönəldirlər. Və hər bir söz, efirdən səslənən söz deyilişinə görə nümunəvi olmalıdır, tələffüzünə görə nümunəvi olmalıdır. Azərbaycan televiziyasında fəaliyyət göstərən Teleradio Akademiyasının təşkil etdiyi bu media işçiləri üçün təlim proqramında mən varam, məni dəvət ediblər və bu çox məmnun oldum bu təklifdən. Çünki illər boyu topladığım təcrübə ilə onlarla bölüşəcəyəm. Ümumiyyətlə, ana dilimizi sevməliyik. Çox gözəl, zəngin ana dilimiz var. Həm özümüzü sevməliyik, həm də gənclərə sevdirməliyik. Ana dilimizə sahib çıxmalıyıq.